29 sentyabr tarixində, yəni bugün həftənin birinci günündə, günün ikinci yarısından etibarən axşam saatlarına qədər göy üzündə Ayla Neptun arasında 90 dərəcəlik kare açı aktiv olacağı üçün bugün sevgi münasibətinizdə, ikili münasibətlərinizdə və sosial münasibətlərinizdə ünsiyyətdə yanlış anlaşılmalar yaşanıla bilər. Diqqətli olmağa çalışın. Planlarınızda gözlənilməyən anda dəyişikliklər yaşanıla bilər. Ətrafınızdakı insanların dedikləri ilə etdikləri eyni olmaya bilər. Təbii ki də siz bunları görəcəksiniz. Bir yandan məsuliyyətlərinizi yerinə yetirmək istəyərkən, digər yandan işlərinizdə ertələmələr yaşanıla bilər bugün. Xüsusilə də iş, karyera və ailəvi mövzularda axşam saatlarında net qərarlar almaqda biraz diqqətli olmağa çalışın. Çünki net qərarlar almaqda biraz çətinlik yaşaya bilərsiniz. Eyni zamanda yorğunluq və halsızlıq kimi hallar da yaşanıla bilər və günün məsuliyyətlərindən uzaqlaşıb bugün sosial mediaya, musiqiyə və incəsənətə yönələ bilərsiniz. Eyni zamanda fikrinizi bir yerə toplamaqda biraz çətinliklər çəkə bilərsiniz. Diqqət dağınıqlığı da yaşaya bilərsiniz. Ona görə də bugün diqqətli və səbirli olmağa çalışın.